Yedim burnumdan töküldü əmim. O birisi əmim yox, o birisi tanımırsınız siz onu. Bütün günü burnumdan töküldü. Evdəniz emin Allah şahidi. İnsan nə qədər damlanar. Bu yeri, bu niyə burcudur, nə bilim nə. Nənəm dedilər, bəs nə istəyir uşaqdan. Hər uşaq idim burcu. Nə ayrım ay qardaş. Aparma, elə malaq eləyirdim, aparmacı eləyəydim. Yediğim içtiğim zəhər idi. Yediğim içtiğim gün ərzində damlanırdım. O kadar damlanırdım, o kadar damlanırdım, o kadar damlanırdım, o kadar damlanırdım, o kadar damlanırdım. Bu niye arvad oxşur? Adı ne var mı arkadaş? Allah yaradı. Bu niye arvad oxşur? Bu niye belədir? Bu niye ağdı? Bu niye arvad oxşur? Ne var mı arkadaş? Gidim sıfatımı kislata töküm. Allah haqqı bütün gün dammaq. Otururdum, işten gelirdi, damlayırdı. Bankda işləyirdi. İşten gelirdi, damlayırdı. Buzlu damlayırdı. Prosta ama yoldaşı yaxşıydı, ama yoldaşı baxıb. Mən nənəmcə də böyümüşəm. Qardaşım da odur. Sonra nənəm ev aldı binada. Mən de orada yaşaya bilmədiyim üçün həyət evdə deyək gəldim, buradan aldım. Ya, indi artıq gün bu gün. Salam. Danlanırdım da, indi biraz nazlanırdım, eləyirdim. Deyin, özümdən asılı deyildi. Nə var mı Allah yaradı? Mən istəməzdim belə olmağı. Şey dedim, o da gəlib mən danlayırdı, bu nədir, belə. Evin bazarlığı da mənə baxırdı həmişə, verirdilər, mən gedib bazarlıq eləyirdim. Şaba. Allah sənə ömür versin. Məni sevmirdilər. Allah hamd olsun. Məni istəmirdilər, Quranın adına heç biri. Bir dənə nənəm istəyirdi. Nənəm olmasaydı, indi mən dədəmə deyirdi, mən onun dədəsini uşaq saxlayacağım. Əmim deyirdi. Apar ver, nənəm deyirdi, nə istəyirsən, ev mənimdir. Evin nənəm yükürür, nənəm sonra vaxtlar keçirdi onun adına evi. Mən bu dəqiqə hal-hazırda ora propiskasıyam. Mənim vəsiqəmdə əmimin evindədir bax propiska. Hal-hazırda bu dəqiqə vəsiqəmdə oraya yazır. Köroğlu küçəsi. Bu dəqiqə hal-hazırda orada propiskadayım. Babaş, sən çox yaxşı olansan. Təşəkkür edirəm. Bu ev mənim düz şəxsi adımadır bu ev. Deyək, bax bu ev. Sən çox türküsən. Valla türkü deyirəm. Türkülü elimlə ağarmışam. Bəlkə demişəm, mən burada 2021-dən TikTokdayam. Bəlkə mən demişəm, mən bir hədiyyatım bunu alım, bunu eləyim. Bəlkə kart koymuşam. Türkülü elimlə ağarmışam, arkadaş. Həyatımı danışmışam. Yalan nə danışmışam? Özünüz bilirsiniz ki, yalan çox tutur, tutur yalan danışır. Əgər getirmir, axır əvvəl üstü deyirik, oğurluqla o şey, nə bilim, nə 40 gün yalan dil elədi. Yalan danışa bilərsən, axır əvvəl üstü açılır. Niyə yalan deyirəm, olanı danışıram da, həyatımı danışmışam. Baba, evlənəm. Sata bilərlər sənin icazən olmadan. Ne? Sen sevin. Sağ evden pay düşür. Ne pay düşecek ki o evden ma? Bu da verirler bir otağı. Olmur öyle şey. Ama hakkı ora propiskasıyam, Allah'ın da olsun. Baba, şu evden sağ pay düşür. İstemiyorum az işte. Ne var özlerinin olsun. Allah aşkına bugün günde her şeyim var. Ben gözü tok insanım, hiç ne istemiyorum. Hiç kimin heç neyinde gözüm yoktu. İndi rahat öz evimi öz keşək yaşayıram. Ne olur indi o mən bax bu evim onun həyat evindən bu dəqiqə gözəldir. İstər qapım, istər çardağım, istər evimin remontu. Orada köhnə kürüş remontlu evdir. Bu dəqiqə hər gözəldir hamısından. Allah məni sevdi, məni qaldırdı. Başa düşdün, haqsızlığı uğruyurdum. Məni yaradan Allah'dır. Belə olmağımı da Allah yaradır. Lağ eləyənlərin də başına gəlsin. Zato izləyicilərim tərəfdən, dəstəkçilərim tərəfdən öğüt götürüb yerinə getirməyə çalışıram. Görsən izləyicilərim deyir ki, arada bir nazlanırsan. Bu ev mənim öz şəxsi adımadır. Mənim adım olmaya var, indi çoxdan satılmışdı bura. Nənənin şəkli yoxdur, var. Nənəm şəkilləri çıxdı.
Yo, sistemim var da, ne edirəm ki? Allah'a şükür. İçi bu gembol, otaqlarım gembol. Valla qapım bacam böyük. Ağaçlarım. Ne edirəm mən artıq evi? Uzağa evlənəcəm, bir cədən də qızım olsun, bəsimdir. Ki biləm ki, dünyadan gedəndə özləm eləsəm, bir evim eşiyim, bir uşağıma qalsın, onlara yox. Nənən Allah rəhmət, nənəm başqaydı da, deyə qonşu bilir. Allah haqqı mən istəmirdilər uşaqlar, istər bibilərim, nənəmə xətir eləyirdilər, başa düşürsən. Heç biri istəmirdilər, indi hansı düz yığır məni. Başa düşürsən. Həkimə getsəm düzələrəm uşaqlar. Mən başa düşürsün, uşaqlar, məni başa düşürün. Birdən yazırsınız ki, evləndə. Mənim heç qızla münasibətim olmuyor. Mən utancaq bir insanım, mən müalicə almalıyam, mən psixoloqa getməliyəm. Mən müalicə almamış evlənə bilmərəm. Evləndim hər qızı, gətirdim, evlənmişəm. Mən müalicə almalıyam, başa düşürsünüz, müalicəsiz olmayacaq bu. Mənim əlim bir dənə 2 qız əlinə dəyməyib. Görməmişə 30 yaşım var mənim şey. Get də yaş ki, nəyə gülürsünüz ki? Olmuyor da. Qırıq olar, az yaxşı, elə bir məni siz doğmuşsunuz, dalımı da siz yumuşsunuz, siz beləmisiniz. Ondan bilirsiniz ki, mənim 40 yaşım var. 10 ildə 30 yaşım olur. 10 ildə mən TikTok'dayım. Bakirsan, bakir nədir? Onda evin kimə qalacaq? Onda ona görə deyirəm də uşaqlar. Qoy gəlib Bakıya görək nə olacaq? Pamada. Az sey danışmaz. Az sey danışmaz. Pamada sürtmüsən nə da az? Anası Safitka. Az Allah ma qıpqırmızı dodaq verib, qıpqırmızı qan çalağı. Qanım o qədər çoxdur ki, gedəndə həkimə dedi ki, gicəllənməm var. Başa dedim, hə, dedi, biraz qanımdan bir qanım çoxdur. Pamada nə da az? Şəxsi sözgəni göstər bu. Niyə? Şöyle özgəmi göstərim. Gid vadıma telefon götürəsən, kredi götürəsən. Niyə bambuluk düşəsən? Hanı şəxsi? Hə, şəxsi sözgən maşında. Gətirib göstərərəm, ürəyin gedər. Get həkimə, burada yox. Qaşına kraskası. Az ses danışma, mənim olsa qaşım qaradır. Saçıma rəy vurmuşam. O da şampun. Qaralıcı şampun var, 1 manat 80 qəpiyə. Ondan vurmuşam. Çox ağarır. Ağarır gəlib yazırsınız kaftarı, nə bilim nəyini vurmuşam. Az Allaha and olsun, anamın qəbrinin and olsun, mənim 40 yaşım yoxdur az. Az yaxşırın az, söyləş. Görmə ki 40 yaşından insan oxşuyur ha. Az bəstirin az. Effekti də çıxardan da görmüşsünüz. Gücə deyildi, gögələ hava çıxacaq. Ziyandır, ne ziyandır? Onu vursan saçımla ağarır. Ne ziyandır? Ne ağarır? Brezilya qaraldı, bax saçımı. Kaş bütün kişiler senin kimi yok. Az valla madde dəstəkçilər deyir ki, sağlıq eləyən kişilər var. Mənəm deyən kişilər deyir, sənin kimi TV eşiği yoxdur. Elə ev eşik qurmuşsan deyir. Deyir, bəzi kişilərin eləmədiyini eləmişsən. Valla elənlər neyini? Biraz nazlanan kimi olsa peti deyirsiniz. Əminlə kopyasan. Allah eləməsin mən onu oxşuyum. Allah eləməsin onu oxşuyum mən. Mən özüm oxşuyum, mən anam oxşuyuram. Allah eləməsin mən onu oxşuyum. Allah eləməsin. Gül kimi saçım zadım var. Allah eləməsin. Mən anamam ki durmuşam. Gözəlliyimi də ondan almışam. Deyirsə ya, arvad oxşuyursan. Xeyr, anam oxşuyuram. Sənə Allah daha çox verəcək, çünki zəhmət keçsən. Bugünkü gündə TikTok'dan qazancım olur da.
Boynunu atmış ama, acından ölmür ama, görsə yerdə əziyyət çəkib tövbücə saxlayıram. Yeri kəsi deyirəm, neyinəmi gideyim Bakının sadı gəzim. Görsə mən Bakıya gələmirəm. Deyirəm arkadaş, tövbün düzən var, düzələrimi qoyub gələmirəm. Yeri kəsi gəlib gəzərəm. Tadı artıq evimi işimi düzəltmişəm, qocadı, qocayam. Qocayam, git cavanlara bax. Qocaya baxma, git cavanlara otur bax. Mən qocayam. Gözə yenə çaxlayıram, əziyyət çəkirəm, yerini təmizləyirəm, yeməyini verirəm, suyunu verirəm. İnan sonra gedəndə meydim çıxır, ağzım ayrı qalır. Gahura ver, gahura. İndi də potini geyinirəm. İndi deyirəm, balaca tücəm çıxır. Gidirim onu padvaldan götürərəm. Dünən bir dənə töyük bastırmışam. Yatmırdı, tez padvalın işığını keçirdim. Prosto mən o padvalın altına nətər girəcəm, onu bir Allah bilir. Mən ora nətər girim çıxım, hələ onu bir Allah bilir ki, mən ora nətər girib çıxacam.